Xoş gördük hər birinizi dəyərli kanal izləyiciləri. Mən Mətanət Nəbiyeva. Bugün sizlərə metakognitiv bacarıqlar mövzusu haqqında qısa bir video izah təqdim edəcəm. Əməyə hörmət olaraq videonu izləyən hər birinizdən videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı xahiş edirəm. İlk olaraq başlayaq. Metakognitiv bacarıqlar görək hansı istiqamətlərdə olur və biz bunları harda, necə müşahidə edirik. Xatırlayaq görək biz metakognitiv adını ilk öncə harda eşitmişdik? Təbii ki, biliyin növləri arasında metakognitiv bilik modeli öyrənmişdik. Xatırlayaq, metakognitiv bilik modeli necə bilik modelidir? Təbii ki, şəxsin özü ilə, şagirdin öz öyrənmə strategiyası, öz öyrənmə metodu, eyni zamanda müəyyən assosiasiyalar yaratmağı hər biri necə bilik modelinə daxildir? Metakognitiv bilik modelinə. İndi keçək bəs görək metakognitiv bacarıqlar hansılardır? Metakognitiv bacarıqlar, qısaca qeyd edirəm, deməli 3 hissədən ibarətdir. Birinci, özünü monitorinq, ikinci, özünü tənzimləmə, üçüncü, özünü qiymətləndirmə. Və bunların hər biri də bir neçə komponentdən təşkil olunub ki, indi onlar haqqında məlumat verəcəm. İlk olaraq, özünü monitorinqdən başlayırıq. Bu, müşahidə, agah olmaq və rəy vermə hissələrindən ibarətdir. Qısaca olaraq, bunları yadda saxlamaq üçün MAR abreviaturası ilə M müşahidə etmək, A agah olmaq, R-də rəy verməklə yadda saxlaya bilərik. Nədir müşahidə etmək? Ümumiyyətlə, gəlin fikirləşək görək, müşahidə nədir? Müşahidə ətraf aləmi, dərs mühitini və yaxud da ki, ola bilər biz öz davranışımızı müşahidə edək. Gəlin tanış olaq. Deyir ki, müşahidə, nə etmisən, necə etmisən və nəticələrə diqqət olunur. Yəni, şagird nə edib, hansı yollar vasitəsilə edib və bunun yekunu olaraq hansı nəticəyə çatıb, bunun müşahidə edilməsidir. Və şagird ətraf aləmdə öz davranışı ilə bağlı nələrin baş verdiyinə diqqət eləyir. Yəni, loru dildə uzatmasan desək, şagird ətraf aləmi nə edir? Müşahidə eləyir. Tutalım ki, deyirəm ki, şagird öyrənmə prosesinin necə daha effektli olduğunu müşahidə edir. Müşahidə eləyir ki, məsələn, mən yazıb oxuyanda daha yaxşı öyrənirəm və yaxud da ki, mən hərəkətlərimdə ətraf mühitə fikir verməyəndə, müəllimi diqqətlə dinləyəndə bunu müşahidə edir ki, daha yaxşı öyrənirəm. Düzdürmü? Müxtəlif müşahidə modelləri mən sizə nümunə çəkə bilərəm. 2. Burada bir nümunə də vermişik, bunu da qeyd edin. Məsələn, deyir, idman dərsinə müəllimin isinmə hərəkətləri etdikdən sonra məşqə başladığını müşahidə edir. Və bunun, belə deyim də, həmin məşqin uğurlu olduğunu da görə bilər. Şagird buna uyğun nə edə bilər? Müşahidələr apara bilər və yaxud da ki, gördüyünü öz metoduna və yaxud da ki, öz öyrənmə tərzinə gətirib çıxara bilər. Yəni, istifadə edə bilər, belə deyək. Agah olmaq nə deməkdir? Agah olmaq, öyrənmə zamanı nə baş verib də, yəni nəyin baş verdiyindən agah olmaqdır. Və şagird nəyi bilib, bilmədiyinin fərqinə varır. Tutalım ki, öyrənmə prosesi zamanı biz agah olmağa necə bir nümunə çəkə bilərik? Şagird görür ki, müəllim faiz mövzusunu izah eləyəndə faizin müəyyən hissəsi haqqında məlumatlıdır. Amma biraz daha dinləyəndən sonra və yaxud da ki, məsələ misalları həll eləyəndə görür ki, məsələn, faizinə görə ədədi tapa bilmir və yaxud da ki, indi faizlə bağlı müəyyən çətinliklər çəkir. Və yaxud da ki, götürək tarix dərsidir. Mən deyirəm ki, şagird dünya müharibələri haqqında və yaxud da ki, Qarabağ müharibələri haqqında çox yaxşı bilir. Görür ki, bunları bilirəm. Amma testin nəticəsində və yaxud da ki, sorğu-sualı nəticəsində görür ki, mədəniyyət mövzusunda zəifdir. Yəni, artıq agahdır ki, şagird nəyi bilir və nəyi bilmir. Keçək sonra. Deməli, rəy. Rəy haqqında çox eşidəcəksiniz. Gələcəkdə qiymətləndirmədə də rəy haqqında məlumat alacaqsınız. Rəy sənin performansına, yəni göstərdiyin işin nəticəsinə verilən bir fəaliyyətdir. Deyir, öz performansın haqqında topladığı bir məlumatdır rəy. Rəyimiz həm şifahi ola bilər, həm də yazılı ola bilər. Şərt o deyil ki, həm rəy sözlü verək və yaxud da ki, yazılı verək. Yəni, həm şifahi ola bilər, həm yazılı. Rəy alan zaman bəzən şagird fəaliyyətində deyir, diqqət etmədiyi məqamlara bu rəydən sonra diqqət edə bilər. Yəni, bu nə deməkdir? Ola bilər ki, mən nəyisə gözdən qaçırıram da, elə
tək şagird deməyək, bizim özümüzdə də bu belədir. Nəyisə gözdən qaçırıram, diqqətli etmirəm, amma siz mənə elə bir rəy verə bilərsiniz ki, mən ondan sonra həmin fəaliyyətdə nə edərəm? Daha diqqətli olaram, səhv etməməyə və yaxud da ki, daha belə deyim də, onu dərindən etməyə yönələrəm. Düzdürmü? Rəy deməli şifahi ola bilər, yazılı ola bilər, performansımız haqqında topladığımız məlumatdır. Sonra özünü tənzimləmə. Özünü tənzimləmə deyir ki, məqsədə çatmaq üçün emosional vəziyyəti stabil saxlamaqdır. Ümumiyyətlə, həm öyrənəndə, həm iş prosesində biz prosesi elə qurmalıyıq ki, bizim emosiyalarımız yerində olsun. Əgər emosiya yerində olarsa, biz emosiyanı gələcəkdə emosional intellekti öyrənəcəksiniz qolmanın. Yəni, insan yeri gələndə bilir ki, əsəbləşir də. Amma bu əsəbi biz nə etməliyik? Cilovlamağı bacarmalıyıq. Yəni vurum, dağıdım, töküm bunlar effekt vermir. Əsəbimizi cilovlamağı bacarmalıyıq. Özümüzü sakitləşdirməyə bacarmalıyıq. Məsələn, bir musiqi dinləyə bilərik və yaxud da ki, həmin anda bir şeir deyə bilərik. Şəxsdən şəxsə görə bu təmiz dəyişir. Nəysə, mövzumuz ondan ibarət deyil. İndi özünü tənzimləmə. Bu məqsədin müəyyən olunması, ondan sonra planlama, emosional tənzimləmə, uyğunlaşma adlı 4 komponentdən ibarətdir. Nədir məqsədin müəyyən edilməsi? Tutalım ki, mən müəyyən fəaliyyətdə deyirəm ki, mövzunu yaxşı öyrənmişəm, kurikulumdan mövzuların hamısını yaxşı bilirəm. Amma testləri yazanda tətbiqdə müəyyən çətinliyim var. Burada biz fəaliyyəti düzgün qururuq ki, gündəlik daha çox testdən istifadə edəcəm və yaxud da ki, daha çox situasiya testləri yazacağam. Məqsədi müəyyən etdik ki, mən daha çox kurikulum sualını imtahanda düzgün işləmək istəyirəm. Bu bizim məqsədimiz. İkinci keçirik planlamaya. Yəni, hər bir işin əvvəlində biz əgər planlı getsək, planla işləsək, təbii ki, o planın sonunda nəticə ala bilərik. Deyir, məqsədə nail olmaq üçün planın, strategiyanın hazırlanmasıdır. Məsələn, deyirəm ki, az yazıram da, düzdürmü? Amma çox yazmaq istəyirəm kurikulumdan. Özümə plan, strategiya qururam ki, müxtəlif Telegram kanallarında suallar işləyəcəm və yaxud da ki, müxtəlif test vəsaitlərindən, indi kurikulumdan test vəsaitləri ixtisasdakı kimi bir o qədər çox deyil. Amma yəni özümüzü təkmilləşdirmək üçün müxtəlif elektron vasitələrdən, saytlardan istifadə edirik. Bu bizim planımız və yaxud da deyirəm ki, gündəlik 2 saat, 3 saat kurikuluma zaman ayıracam. Oldu planlama. Keçirik emosional tənzimləmə. Deyir ki, öyrənmə prosesi heç zaman rahat, axıcı olmur. Ona görə biz emosiyalarımızı nə edə bilməliyik? İdarə etməyə bacarmalıyıq. Bu nə deməkdir? Olur ki, sınağa gedirsiniz və yaxud da ki, test yazırsınız, orada ürəyiniz istəməyən. Bu şagirdlərdə də belədir, yetkin insanlarda da, müəllimlərdə də, yəni hər birimizdə ola bilər ki, yəni sınaqda nəticəmiz ürəyimiz istəyən kimi olmadı və motivasiyadan düşməyə başlayırıq. Bu zaman şəxs özünü nə etməlidir? Tarazlamağı, yenidən o yola atılmağı bacarmalıdır. Və yaxud da ki, iş mühiti də orada əsəbləşə bilər. Yəni, emosiyaları tənzimləməkdən söhbət gedəcək. Və sonuncu uyğunlaşmadır. Buradakı yəni, tənzimləmənin 4-cü komponenti uyğunlaşmadır. Deyir, aldığın rəydən dəyişən şərtlər əsasında istifadə edilən strategiyalar uyğunlaşdırılır. Məsələn, müəyyən bir rəy almısan, alınan rəy əsasında tutalım ki, hər hansı bayaq biz rəydə qeyd elədik ki, çatışmazlıqlar ola bilər. Düzdürmü? O rəydə mən onu gördüm. Amma uyğunlaşma nə deməkdir? Uyğunlaşmada artıq o rəyi alandan sonra deyirəm ki, mən hansı strategiyadan, hansı üsuldan, harada dəyişiklik edəcəm, daha yaxşı effekt ala bilərəm. Yəni, alınan rəy dəyişən şərtlər əsasında istifadə olunan strategiyalarımız uyğunlaşdırılır. Bir-birinə uyğunlaşmadan söhbət gedir. Və sonuncu komponentimiz özünü qiymətləndirmədir. Bu da 2 hissədən ibarətdir. Qiymətləndirmə və refleksiya. Qiymətləndirmə, bu hissə haqqında yenə qeyd edirəm. Qiymətləndirmədə geniş danışacaq. Bu sadəcə qısa video şəklində mövzunun mahiyyətini sizə çatdırmaqdan ibarətdir. Yəni, ümid edirəm ki, nələrsə anlayacaqsınız. Amma mütləq məsləhət görürəm ki, kitabı təhlil edin video izaha baxandan sonra. Qiymətləndirmə nədir? Şagird işin və yaxud da öyrənmənin keyfiyyəti haqqında etibarlı meyarlar əsasında, yəni özünü qiymətləndirir ki, vəziyyət necədir? Və ikinci refleksiya, şagird nə öyrənib, necə öyrənib, bunlar nəyi təkmilləşdir? Yəni, nə öyrənmişəm, necə öyrənmişəm və bu öyrəndiklərimi, yəni bunları necə təkmilləşdirə bilərəm? Artıq bunlara cavab almış olur. Biz qeyd eləmişdik ki, özünü
monitorinqdə orada rəy var. Rəydə şagird nəyi necə, daha doğrusu öyrəndiyi haqqında bir rəy alır. Performansı haqqında rəy alır. Və yaxud da ki, orada biz qeyd etmişdik ki, agah olmaqda. Agah olmaqda prosesin deyəcəksiniz ki, indi bunun fərqi nədir? Agah olmaq özünün monitorinqin komponentidir və orada prosesin gedişatında artıq şagird nəyi bilib bilmədiyinin fərqinə var. Amma refleksiyada artıq qiymətləndirmədir. Proses belə deyim də bir növ sona çatandan sonra şagird nə öyrənib, necə öyrənib və bunları necə təkmilləşdirə bilər sualına cavab tapır. Refleksiyanın da bəzi fəaliyyətləri var. İndi biz interaktiv öyrənmədə bundan bəhs edəcəyik. Müzakirədir. Bura qısaca yazıram. Müsahibə, çıxış bileti, sonra nəyi qeyd edə bilərik? Şəxsi jurnal strategiyası, cümlə kökləri və s. Yine bu geniş mövzudur. Mən burada qısaca sizə qeyd etdim. Ümid edirəm ki, yazını oxuya biləcəksiniz. Deyirəm ki, sən öz yazını oxuya bilirsən ki, biz də oxuya bilək. Nəysə, izahımız müəllimlər bu qədər. Yenə də deyirəm, müzakirədir, müsahibədir, çıxış biletidir, şəxsi jurnaldır, cümlə kökləridir. Bir daha aydınlaşdırıram ki, onsuz da yazını oxuya bilməyəcəksiniz. Belə, əlavə hər hansı bir sualınız olarsa və yaxud da ki, narazılığınız olarsa, videonun rəy bölümündə qeyd edə bilərsiniz.